İndi bu saqqız ağacı değil mi? Gör neçə illərdir qalıb. Ha deme burada bizim hektarımız var idi. O hektarımız buradaydı. Deme bir daha yanında geldi burada çöreza diye deyirlər diyorlar bura. Hektarda işləyirdik ama o bağlayırdıq. Neydi böyle bir budama idi neydi. O bizim sürücü Təhməzdən biz bir civan başa çatdırınca Təhməz o qaynı idi kimiydi onunla birlikte özü qohumu idi neyse. Onunla birlikte neçə daha böyle getdilər gəldilər. Neçə daha getdilər gəldilər. Bizim üstümüzə bəlkə də bir 15 tane civan elədilər. Necə gəldi bağlayıb gedirdi. Bak buralarda o kadar bir şey eləmişik, heyvan atarmışıq. Ve yazıdaki saqqız ağacıdır. Bizim hektarın yanında baba saqqızlarına bak. Ne kadar şey ətiri var. Bunları toplayıp bundan saqqız kimi çeynəyirdik o. Ne görsən? Bunların bir saqqız. Şeyde tam mı var ya? Daşa bak gitti. Daş geldi, ehtiyatlı ol, daş gitti. Evvel böyle dıgırladırdık gelirdi daşlar. Koyun zaten. O taran değil yanında. Bu qara süpürgeydi. Bunun özünün o kadar güzel ətiri var. Ayda. İndi bunu elim vurdum buna, tokundum buna. Yadıma düştü 30 yıl bundan qabaq şeylə. Ayda, necə güzel ətiri var bunun. Her yerde olmur bu. Bu da yoşan olmalı bir dəqiqə. Burası quruyub. Yok, hele bu da desin qara süpürgədir. Qara süpürgə, ağ süpürgə. Ayda, hadi bir də. Necə gözəldir. Maşallah. Ha, buraya yol söküləndi. Böyle düşürəm aşağı. Burada da evvələr yaman yılan çayımı vardı ya. Onu ben de bir neçə dənə xırda parasını öldürmüşəm ama çok nakil. Eğer zərər vurmuşsa heyvana değmək olmaz. İnsan bizi sobaq qorxsundan deyil. Ama gerek her zaman da öldürmək məsləhət deyil. Bura quyudu. Evveller söylediğimiz ya burada evvel kuyu var idi. Demek buraya biz gelirdik kuzular apardık otarmağa, bu yolla apardık. Kuzuları koyunlar aparıp otarırdık. Gelirdik hektara, ne bileyim yazıya gelirdik. Buradan da böyle bak koyun yanından durmuşam. Üzü kendi taraf. Derelerimizdir. Bir defa bu quyuyla üzbəyiz demək burada uşaqlarla çıxmışdı şeyliydi bu dərədə. Mərmərik yeyirdik. Birdən uşaqlardan biri qışqırdı ki, ilan bir də baxdı ki, doğrudan da ilan bir dənə gürzə yatıb şeyin üstündə, mərməriyin üstündə. Elə baxdan da nədənsə elə həmişə gəlib mərmərin ya üstündə olardı, ya altında olardı. O qaranlığı yemirdi, onun yanına getmirdi. Məsələ sanki bilirdi ki, biz mərməri yeyəcəyik, ona görə gəlirdi onun yan yörəsində fırlanırdı. Bu quyunun yanında itburnu var idi o vaxt, elə indi də var. İndəni çəkirəm. Bu itburnudur. O vaxt bu quyunun yanında itburnu var idi, elə indi də var. Biraz da bir iki döngə yuxarıda da var idi itburnu. Amma burada hələ də var, hələ də qalıb deyib, orada da var. Burada da var. Burada da var. Üstündə nə qədər var ya, maşallah. Dərələrin hərəsində fərqli yerlərdə fərqli bitkilər bitir. Məsələn, kəhliyyot aşağıdadır. İtburnu o tərəfdə üzbəyüzdə də var, amma orada görürəm, bax belə. Kırmızı orada görsənir. Maşallah. Maşın yolu görsənir, quyudan aşağıdan gelirəm kəndə tərəf. Maşın yolu demək olar ki, elə qalıb. Sadəcə biraz su gəlib. Daşı çınqılı doldurup yola. Hələ bu yuxarıdan biraz cığır gelir. Hələ də var qalıb. Burayla bir dənə traktor geçsə, çürüyüb geçsə, yenə də həmin yol bərpa olacaq. Sol tərəfdə yuxarıda yol tökülənin aşağısıdır. Başlangıç hissəsidir. Bu yoldakı belə kəndə gedən yol. Elə buralar necə idi elə. O nə qədər daş var ya burada. Əvvəl buradan bulaq çıxırdı. Biz də hələ bəyənmirdik ki, ay nə bilim bu sudan içməyək, nə bilim buna malın ayağı dəyir, nə şey nə bilim nəyin ayağı dəyir.
İndi ama içdiyimiz suyu heç bilmirsən nə isi yəri, tərkibində 50 dənə şeylər var. Buradan da belə qalxırdıq yuxarı, burada kəhliyotu zadı bitirdi eləyirdi bu dərədə iminlə bu hissəsində. Amma indi bilmirəm qalxım görüm kəhliyotu var yoxsa yox. Burada nar da var, görürsən cırnar var, görürsən bu bulağın yanında. Bir dəfə uşaq vaxtı arası bilmirəm 4-də 5-də oxuyurdum mən də belə. Dəri ilə qalxırdım şeyə, nə də qızınaqlı dərə tərəfə qalxırdım ki, gedim quzuları da gətireyim. Ha, belə burada dikdi da. Böyle bir de görürüm ki bir neçə metr, 4-5 metr qabaqda bir dənə koramal dayanıb, yüz aşağı mənə tərəf. Adətən deyirlər ki, koramal adamı sancmır da. Amma gah deyirlər, görəviz şeylər deyirlər ki, aynəm, ilanı zəhər verir, gah ilandan betərdir. Deyir, ay sancmır amma sancanda ondan betər eləyir. Belə şeylər danışırlar. Hə, nəysə, böyle qalxırdım, gördüm ki, koramal dayanıb, yüz aşağı mənə tərəf. Mən dedim, koramal da həmişə daş atsan qaçırlar, odur, kərtənkələdir. Hə, nəysə. Getdim biraz da qabağa, daş atdım. Bir de görürüm ki, koramal mənə tərəf necə sürətlə gəldisə. Elə döndüm yerimdə 180 dərəcə qoydum üstünə. Və Koroğlu deməli deyir, bəzən qaçmaq deyil getdikdən. Bir neçə metr qaçdım, bir ani moment fikirləşdim ki, axı bu ola bilməz. Bu axı koramal adamı mən bilən işləmir axı, yəni sancmır axı adam. Dayandım dedim, yox ola bilməz. Döndüm belə geri baxdım, bir de görürüm ki, koramal gəldi getdi girdi, tikan vardı. Onun altında yuvası var imiş. Yazıq işte gəlib getmək istəyir qorxusundan yuvasına. Mən də məsələn mən hücum eləmək istəyirəm. Bu belə bir şey olmuşdu. Maraqlı bir hadisə. Buradaki burada aşağıda bağçadır. Bağçadır. Burada da o Selman əmigelin Xankədə zəmiləri vardı. Zəmi deyəndə bəzilər bağ deyildi, biz zəmi deyildi. Sonra üzbəyüzdə orada bizim bağçanın arxasında bizim zəmimiz var idi. Sonra Rüstəm əmigelin zəmisi var idi. Yuxarıda Həsən əmigelin var idi. Bu belə. Biraz canavar bizim burada bir qoyunumuzu yemişdi. Bu belə. Burada Həsən Ali əmigelin zəmisi var idi. Orada yuxarıda yol töküləndi. Bura birinci pöhrə bura deyilirdi, ikinci pöhrə bura deyilirdi, üçüncü pöhrə də ora deyilirdi, o yol tökülənin yanı. Böyle. Bulaq da buradan, su da buradan aşağıdan çıxır. Bəzən də yuxarıdan turbadan suyu deşirdilər, gəlirdi, burayla belə axırdı gedirdi. Ya bağçanın yanındakı orada bir çala vardı, oraya yığılırdı. Ya da çox gür gələndə basıb yerdi kəndə ne bilə, bəzi evlərdə də yuyurdu. Həm yadımdadır ki, dərəni çıxanda izah edirlər ki, yani pramı düz böyle dikine çıkmadı yani adam onda yorulur ona göre de gerek yana gelirsen sola gitti sonra gelirsin sağa sonra yine de sola zigzag formasındaki böyle olanda da hiç bir o kadar yorulmuşsun. Yokşandaki maşallah doludur. Güller abi. Biz bunu şiveren değil ya. Bunu okşuyor. Biz buna qarğa soğan deyirdik buna. Yiyilmirdi, o soğan okşuyor ama yiyilmirdi bu da. Ama birçok şeyler var idi ki bu dərelerden biz yığıb yerdik. Mesela için yemlik var idi. Kuzu kulağı var idi. Kuzu kulağı sonra kukula deyirdik. Böyle yerden böyle qazıb çıxardığın kukula. Onu yerdik. Sonra məruvca var idi. Onu qazıb yerdik. Sonra kollardaki mermerik var idi. Bir de qaramıq. Tərslikdən də qaramuğu nəsə yemirdi. Deyirlər ki, qaramıq kiyə nə bilim olmaz, nətər necə. Yandı, təhlükəlidir amma mərməri yerdik. Tərslikdən də ilan gəlirdi, həmişə elə mərmərin ya dibində yatırdı, ya da üstünə çıxırdı. Olub uşaqlarla yiyəndə görmüşük üstündə yatıb. Bizim kendimiz.
Geçen dəfə çəkmişdim. Yenə də çəkirəm. Kəfşana bax, ora həmişə yamyaşıl olardı. Qamışlıqda yenə yer, qamışlıq yerindədir. Kəfşan da yamyaşıl olardı. Burada futbol oynayardıq şeydən sonra da, o biçindən sonra. Vaxtı vardı, sentyabrda deyil sözmürümsə, yoxsa avqustda idi. Ferma birinci gətirdi, mal heyvan bırakırdı ora. Ondan sonra bizi cəmaatı cız verdi. Cəmaat mal heyvan bırakırdı ora. Sonra mı başlaydı oynamağa. Futbol oynayırdıq. Yəni, çox maraqlıydı. O tərəfdən başlayırdı. Genliyin arası var, sonra Malakişinin arası. Bu tərəfdən başlayırdı. Buralar hamısı belə yoncalıq idi. Düz o başı 2 kilometr. Neçə hektar yer. Yamyaşıl olurdu. İndi heç bir şey yoxdur. Çünki əkim biçin yoxdur. Amma elə bir orada nələr səkiblər, elə bir bəlkə də. Çünki aradan görür.